Tövtisi yağmurdarlıq məzgilimizdə çoxum yeyişqə tegishli töt xil ozuqluq. Bunun içindən birisini ap qoyublar, mən birisini alğan qağıldırını amsam bulayırdıqandı. Dep məndə sormaqlar, ondaq əməz töt deyilisini yemiz, tötüsününki rolu oxşamaydı. Ən avval mavi beyun qanından başlap yeydiğimiz bolsa Blackmores, Alcabao'nunki mavi ozuqluğu. Bunu beyun qanından başlap yesək, yağmurdarlıq məzgilimiz hətta bal toq bolğandan keyin bal imkə məzgillərimizdən tartıb davamlıq turda yesək buldu. Siz bal ilişdən burun yegan tamaqlarınız ozuqlar siz bir adam bilan yesi buladi, amma siz bal alğandan keyin sizin bütün yegan nərsiniz ikkiga bölündü. Şunun bilan bu çağda balığa həm sizə ozuq yetişməyən ahvalda bo'lib qoldu. Bunu asas qılğan şey limon sanlar bədenimizə zehirli çıxıl ozuqluq, vitamin, yuburmaq kislota yesöndəyimiz şuna nəslər to'xlaydi. Şunga mani beyun qanından başlap çoxum yeyişinglar kerak. Bu Bio Island degan markanınki DHA bilan kalsiysi. DHA degan əmdi balınınki çoğ miyanasının taraqqiyatı, görüş iqtidarının taraqqiyatı degandeklarga faydası var nəsə. Bunu amildar bo'lib 12-ci həftəsindən başlap yeyishni başlasanız bo'ladi. Balam aqllıq bolsun degan dostlar çoxum yanılacağım. Əmdi mavi bolsa kalsiy. Bazalarda nurgun kalsiylar var. Mən sizlərə bunu tavsiyə qilishim kerak bolsanlar, bunun içində D-Sand'dan başqa yana KR degan nəsə var. D-Sand deganimiz mush kalsiynin sömürülüşüge yardım qılğan nəsə. KR degan kalsiynin bədəndən sirtiga chiqib ketishdən oldin olğan nəsə. Şununla bu arqalıq siz tez sürətdə kalsiy to'liqlash maqsadiga yetələysiniz. Mush yunvanchiga barğan çağda peylerimiz tatışıdı, bir aram bolmuşuq. Şuna qızlarsa çoxum yeyişinglar kerak. Mavi bolsa tömür maddəsi to'liqlaydigan nəsə. Bal tuqqan vaqtımızda hamma qızlar eslanglarda bolsun, ən mühim qılğan işimiz tömür maddəsi to'liqlash, qan to'liqlash. Qan demək can demək emasmı? Nurgun qızlar mush bal tuq bolğandan qeyri ketgəndek bolub, çiraylары səpgülər, çük çaşları aqırıb, uyğusunu tapamay, adətləri azlab degəndek bolub ketidi. Çünki siz bal tuqsanız bədəninizdən 3 ton qan sərf boludi. Bir munç qan sərf qilib chiqarib etib, onu to'liqlamasınız, keyinida siz haqqancha mush süt keltirgan narsalarni yesangiz sizin tuzuk süt chiqmaydi. Çünki o süt mu qandan paydo bo'lgan narsa emasmi? Shunga tövtüsini yağmurlar dostlar, sizlar çoxum yeyishinglar kerak. Bismillah şu şarımda ba. Videolarımga yurak berib, men ayga söyleshni unutib qolmang. Bu daqiqatimlik videolarımda sizlarga mana ichish usulini tavsiya qilib berman.